Herkese selamlar. Kanalıma hoş gelmişsiniz kızlar. Marafonumuzun 4. gününün videosunu bugün çəkirəm. Deməli, dünənki videoda dediyim kimi 3 günə 2 kilo 500 gram çəkim gedib. Bugün də yeni menüyə başlayıram. İnşallah ki bugün sabah 2 gün qalıb. Ondan sonra da mən qoşulacağam inşallah Aynura xanımın qrupuna ümumiyyətlə. İndi bu sınaq qrupudur. Yəni ki pulsuz qrupdur deyəm. Hələlik biz 5 günlük qoşulduq. Əvvəllər də mən bu qrupa qoşulmuşdum qızlarım. Heç vaxt bu qədər motivasiyam olmamışdı. Elə bil ki qrup mənə pis təsir edirdi əksinə. Mən nəsə mənə deyəndə ki bu olmaz, o olar. Mən özümə psixoloji təsir kimi götürürdüm bunu. Amma indi müşkür Allah mən bunu anladım ki qrup həqiqətən biraz da insana motivasiya verir bir yerdə. Baxırsan kim nə qədər çəki atır, kim necə yeyir, o da sənin kimi də qidalanır. Onda biraz rahatlıq tapırsan əksinə. Və çalışıram ki ümumiyyətlə yemək barəsində düşünməyim. Yemək barəsində düşünəndə həqiqətən insan motivasiyadan düşür. Həm də ki Aynura xanım gözəl menülər verir, sizə deyim. Həm özümü çox yaxşı hiss eləyirəm, həm də ki dadlı yeməklərdir. Bugün 3 bacı dolmasıdır, toyuğun döşətindən. Tam normal bir yeməkdir, yəni ki naharı da normaldır. Kəsmik çörəyini göstərəcəm sizə. Burada qızlar yaşıl çaydır. Süzülmüş çay. Bayaqdan gözləyirdim. Termopodda su var, amma mən sevmirəm oradan çox isti olmur deyə. Ümumiyyətlə çox isti olmur. Amma mən sevirəm çay çox isti olsun və yaxud kofe. Və bu da mənim nar yeməyim qızlar. Burada çox göstərdiyim kimi çörək görsün necə nazikdir. Ona görə mən götürürəm böyük kusok. Qatlayıram ki normal bir kusok halına gəlsin. Burada kəsmək, bir dənə finik və yaşıl çayım. Hamınıza nuş olsun və su içmişəm qızlar. Butulkanı doldurmuşam, bu qədər içmişəm su. Sonra yeməyimi yeyirəm. Hamınıza nuş olsun qızlar, mənə də həmçinin. Qızlar paltarları çıxartmışam indi maşından. Deməli sizə demişdim deyəsən o bir videodakı, vlogdakı Rihanna bu şalvarın üstünə tut tökmüşdü, qara tut. İnansız fikirləşirdim ki da bu kostyumu şalvarını geyinməyəcək. Cinslə giyindirəcəm koftasını. Koftası çox qəşəngdir bunun. Mən prosto tökdüm, boz tökdüm maşına. Deməli ağ paltarlar yudum bir yerdə bunu. Setli paltarlarda yəni. Və boz tökdüm. İnanırsınız heç nə qalmayıb. Təmiz boyanlar çirklənmişdi də, tut ləkəsi idi. Yoldaşım da dedi ki, o getməyəcək. Bağçada da müəllimələr dedilər ki, təmizlənməyəcək daha. Şükür Allaha ki, təmizləndi. İndi ki, bu geyinləri sərim, sonra bir dənə də acalım var, onu da uyum. Məhəmməd başıma oyun açır qızlar. Mən demək, onu karşıqa öyrəşdirmək istəyirəm. Dünən bütün gün uşaq karşıqda oturub bir dəfə olsun işəmədi karşıqa. Bir dəfə qaldırdım karşıqdan, şalvarını batırdı. Amma ki təkrarən yenə də oturdurmuşam. Yatandan sonra da mən əbədə pəmpers geyindirdim, yatdı. Oyandı, sonra yenə oturdum karşıqa. Hardasa 5 saat uşaq karşıqdaydı qızlar, işəmədi. Gördüm ki qarnı uşağın belə şişib. Pampers geyindirdim əyninə. Bir dəfə eləmişdi o pampersi, onu saxlamışdım. Onu geyindirdim əyninə. Dedim ki otursun stolçikdə baxım görüm bəlkə eləsin. Sonra təmiz pampers geyindim, yatızdırdım. Gördüm eləmir. Qorxdum da, dedim ki uşaq həqiqətən saat da ki 12-dir. Axşam 12. Mən 11-də çalışıram ki yatım indi. Tez yatıram ki metabolizm həqiqətən normal işləyirsə, nə vaxt tez yatanda, yox alanda orqanizmdə vaxtında. Burada da Məhəmməd mənim başıma oyun açdı. Özü də uşaq yuxudan kör olur, yata bilmir. Amma ki şeydir, mən də istəyirəm ki güya da prinsipimi yerinə yetirmək istəyirəm. Vitogen nə düşünürsünüz? Eləmədi ki. Şalını eləmədi. Məcburi götürdüm onu, köynə pampersini dəyişdim, təzəsini geyindirdim, yatırdım. Səhər oyanıb görürəm ki yenə də pampersdən, inanırsınız böyük uşaqda axı 3 yaşı var. Pampersdən onun bağışdığını sidiyi çıxır şeyə, pastelə, paltarına. Ona görə mən İnanırsınız yorulmuşam adyal yumaqdan. Yenə də bu gün adyal attım yumağa. Onu yenə də tuzdurmuşam karşoqa. Oyanan kimi pampersi çıxarmışam əynindən. Tuzdurmuşam karşoqa. Bütün paltarlarını dəyişmişəm. Otursun, ağlı başına gəlsin. Eləmir də uşaq. Deməli onun karşoqa ayrıdır, Rihanna'nınki ayrıdır.
Amma yenə də eləmir. Məhəmməd, bu da oğlan oturub qızlar, baxın, Məhəmməd oturub, kruasanını yeyib, suyunu da içib, Riyanna da burada multika baxır ondan. Amma ki, Məhəmmədin hələ fikri yoxdur nəsə eləməyə. Bilmirəm vallahi, kimlə mənə məsləhət görə bilər qızlar, mən bacarmıram bundan. Artıq böyük uşaqdır, ya gəlir, oğlan uşağıdır, həm də ziyanı olar. Riyanna çoxdan karşoka gedir, amma bu istəmir nədənsə. Riyanna da hətta bir müddət, Riyanna saçların nə gündədir, ay bala. Görürsünüz, hələ də üzündə uşağın qalıb. Hələ də görürsünüz, bir balaca burada sinyakı var. Amma oca az qalıb, təmizlənir. Hə, Riyanna, bugün bağçaya getmədik, qızlar, dünən də getməmişdik. Bugün də getmirik. Çünki bugün praznikdir. Dünənləri Məhəmmədin biraz burnu axırdı. Dərman tökdüm. Bugün hiç yoxdur ümumiyyətlə. Amma yenə də tökəcəyəm. Sabah rahat gedəcəyik bağçaya. Qızlar, saat 1-in yarısıdır hardasa. Mən abed yeməyimi bişirirəm. Uşaqlar da geciyiblər. Mən də gecəmişəm deyə saat 10-da yemişəm yeməyi. Ona görə indi yemək bişirəcəm. Burada qızlar, mən toyuq ətini, toyuğun sinə ətidir. Çəkmişəm blenderdən. Burada göyərtidir. İndi burada ona sarı kök qataram. Əgər sarı köküm varsa, yoxdursa, deməli buradadır sarı kök məndə. Bunu tökəcəm qaba ki, oradan o doğmadı da tökmək. Biraz çox olsun deyə, rəngi yaxşı olsun. Sonra istiotunu biraz tökəcəm qızlar, çox acıdır. Ona görə də çox tökmürəm. Və tak biber. Qırmızı biberdir bu. İndi darçın da tökərəm, çünki darçını sevirəm həqiqətən. Bütün yeməklərdə mən darçını çox sevirəm. Və bunun qızlar indi bir qaşıq duru yağda, olivkovu yağda da, yəni zeytun yağında bunu indi bişirəcəyəm. Suda əvvəl qaynadacağım, sonra da zeytun yağı tökərəm. Burada mənim tərəvəzlərim hazırdır. Uşaqlara da bunu yedizdirərəm. Mənim payım bir badımcan, bir pomidor, bir biberdir. Uşaqlar da mənlə yeyəcəklər. Onlara yəqin ki, əlavə düyü də bişirəcəyəm. Düyünə yesinlər. Amma mən sadəcə ayranla içərəm və salam. Belə. Hazır olanda qızlar sizə göstərəcəyəm. Sobada bişirərəm onu. Burada indi mən qızardıram əti. Badımcanı bilmirəm. Mən ümumiyyətlə sevmirəm qızartmağı. Sevirəm, amma yağ olar deyə mən onu yeyə bilmərəm. Ona görə də yeni qızartmayacağım. Sadəcə sobaya qoyaram və biraz yağla brızqat elərəm üstündən. Göstərəcəm sizə prosesi. Güzel, pomidorların şapkalarını açdım. İçini boşalttım ətin içinə. Yadımdan çıxmışdı, deyim ki, ora soğan da vurmuşam. Bu ətə 2 dənə də soğan çəkmişdim. Və azca duru yağ vurdum, zeytun yağı. Vəssalam. Daha tərəvəzləri qızartmayacağım qızlar. Hamısını dolduracağım. Az qalıb artıq. Dolduracağım tərəvəzləri ətlə. Qoyaram. Sobaya burada qoyaram. İnşallah ki, sobada pişər. Qızlar, gördüyünüz kimi badımcanları, tərəvəzləri ümumiyyətlə doldurmuşam. Qəşəng ağzına kimi. İnanırsınız, düppədüz gəldi ya. Nə bir qaşıq bura, nə bir qaşıq ora, artıq əskik olmadı. 4 badımcan, 4 biber, 4 pomidor. İndi də bu sprey ilə bunları biraz yağ səpəcəyəm ki quru olmasınlar da, səsim quru alınmasınlar deyə. İndi bunları belə qoyacağım qızarmış sobaya, amma az xodunu qoyacağım ki tez yanmasın, yavaş pişsinlər belə. Sonra pişəndən sonra qızlar sizə göstərəcəyim. Qızlar, özümə yaşıl çay düzəltmişəm və bir dənə finik. Bunu indi yeyəcəyəm çayla. Uşaqlara da yemək qoymuşam, dolmanı yeyirlər. Onlar üçün smetanla qoydum, çörəklə. Özüm isə ayranla içəcəyəm inşallah ki. Qızlar, saat 4'dür bizdə. Yeməyimi qoydum. Bu da mənim ayranımdır. Bir stəkan ayranla indi bunu nuş eləyəcəyəm. Hamınıza nuş olsun, qızlar. Девочки, я сразу же после обеда положила себе вот такие фрукты в тарелочку. Но я это все не буду есть, естественно. А лучше съем, а клубничку я Мухаммаду оставлю, он любит тоже. Пока что он спит. Вот, нам как бы этот... Qızlar, mən bu meyvə tərəvəzini özümə hazırladım. Sırası yeməkdən sonra dərhal. Hamı mənim deyil, alçaları özüm yiyəcəm.
Cələkləri Məhəmmədlə. Bu deməli aralıq orucdur deyə bir dəfə səhər yemək yeyirik, bir dəfə də bu vaxtda 5-in yarısıdır indi. İndi bunu yeyəcəm, çox qurtardı getdi. Bir dəfə də getdi sabaha yemək uje. Yəni ki, aralıq oruc kimi hesab olunur deyə eyni zamanda yemək də həqiqətən də çox yaxşı bir şeydir də, o da xeyirlidir aralaşmağa, çəki verməyə. Kızlar, bir daha da gününüz uğurlu olsun, sabahınız xeyir olsun. Bu ertəsi gündür, video çəkirəm. Uşaqları bağçaya aparmışdım. İndici gəlmişəm evə, mağazaya girdim, elə bağçanın yanında Araz marketə. Sonra da avtobusla gəldim, çünki paketim ağır idi deyə. Adım varım da hardasa 3500 adım var, amma azdır. Gündüzdən sonra olacaq. Tamamlayacağım adımlarımı inşallah. Araz marketdən nə aldım? Bu kaşlokondur. Araz marketdən burada uşaqları almışam qızlar. Bir dənə rulet götürdüm onlara. Mən yemirəmsə demək deyil ki, onlar da yiyəcəklər. Bir dənə buluşka götürdüm xaviyə. Çünki uşaqlar artıq buluşka yemirlər, beziblər. Xlebçi götürdüm. Xlebçi hələ var, amma mən Madonna'da almışam. O da yiyəcək. Bir dənə 3%lik kəsimi götürmüşəm. Nahar yeməyə, o biri 4 dəfə çatır da, 4 günə çatır. Mila kefiridir qızlar. Mən dediyim kimi qatıq mənə yemək xoş gəlmir, ona görə də mən ondan sonra kefir götürəcəyəm. Yağlığı da normaldır, 2-5'dir, onu bilirəm nədir. Amma qatıq yağlı olur, bundan 1000 qat. Biraz alça götürdüm. Sonra bu uşaqlar üçün keksiylə skidka deyil, yəni həmən bunları çox sevir. Onlardan götürdüm. Bir dənə manqalı üstü sasis götürdüm uşaqlar üçün. Bir dənə də nəyə görə mən bu mağazaya əsas girmişdim? Su. İndi bundan içərəm, inanırsınız, boğazımı qoruyub. Dəhşətli dərəcədə. Aparmışam banditlərimi bağçaya. Sabah onlarda praznikli qızlar bağçada. Uşaqlarım müdafiə günü üçün bayram keçirdilər. Yana qrupundan deməli tort da olacaq, şənlik də olacaq. Məmmədin qrupda hələ tort hələ almamışıq, sabah istəyirik alaq. Bir gün məsələ həll eləyəcək inşallah ki. 6 dənə uşaq, onlarda uşaq az gedir. İnşallah ki, yaxşı keçəcək, uşaqlar sevinəcəklər. Xəbərdə ayın 1-də məktəbdə, inşallah ki, məktəbdə yox, bazar gününə düşür. Biz gedəcəyik piknikə, sinif uşaqları ilə. Yəqin ki, mən də körpələri götürəcəm özümlə. Çünki mənim başqa çıxış yolum yoxdur. Belə. Bir də qızlar demək istəyirdim, indi bu danışıqdan sonra mən çəkim şəklini qoyacağım. Səhər tezdən çıxmışam tərəziyə. Saat 7-nin yarısında oyanmışam bugün. Getdim tərəziyə, sonra da duş qəbul elədim və uşaqları aparmışam bağçaya. Deməli, mən çəkim artıq 93'dür. Şükür Allaha ki 93 kilo 600 qram. Dünən mənim çəkim 94 kilo 200 qram idi. Dünəndən bugün 600 qram çəki gedib. Mən dünənləri demək yeriməmişəm, adım verməmişəm ümumiyyətlə. Çünki dünən mənim imkanım yox idi, uşaqlar evdə idilər deyə. Amma yenə də min şükür Allaha ki mənim çəkim 600 qram düşüb. Çox sevinirəm qızlar. İnşallah ki məqsədimə çatacağam. Kim də mənimlə istəyir çəki vermək, buyurun. Bir yerdə çəki verə bilərik rahatca, çox çətin deyil. Burada idman tələb olunmur, onu kim istəyirsə eləyə bilər. Amma ki, burada yerimək sadəcə var və düzgün qidalanma, belə. Qızlar, nar yeməyim artıq hazırdır. Kəsmik, çörək, burada yaşıl çay və özümə alça burada hazırlamışam. Alça yiyəcəm narla bir yerdə. Hamınızdan nuş olsun qızlar, mənə də həmçinin. Qızlar, özümə bir stəkan kofe süzmüşəm. Penkayla da sadəcə südsüz, şəkər əvəzedici ilə. Saat 2-dir artısa, mənə lazımdır. Nəsə yeməyə ki, sonra diyeta pozulmasın. Çünki acmışam həqiqətən. Amma kofe nuş eləyəcəm indi inşallah. Aclıq hissim keçəcək. Əgər kimi kömək eləmirsə, içinə azacıq darçın da tökə bilərsiniz qızlar. Darçın da çox aclıq hissini öldürür. Mənə lazımdır ki, saat hardası 5'ə qalmış. Bu qədər mən terpid eləməliyim. Çünki uşaqları saat 4'də gedib götürməliyim.
Ondan sonra da eve gələcəyəm. Hardasa 5-ə qalmış olacaq. O vaxtda da mən ikinci yeməyimi yeyərəm. Belə. Çıxmışam evdən. Uşaqların arxasıca gedirəm. Saat 4'də işləyib. Yox, 5'ə işləyib. Bugün tez çıxmışam evdən. 4'ə qalmış çıxdım. Ona görə də biraz tez çataram. Tez də götürüb qaydaram dalı. Не бегаем, там машина. Рианна, стой. Пойдем. Дай маме руку. Уходим. Рианна, аккуратно будь. Иди дома. Мама, вот дома. Дома, да, дома. Мама, здесь Это не дома, это дом. Мама, вот дом. Да, молодец. О,